Siz böhrandan danışırsınız və Azərqaz İstehsalat Birliyi böhrana təslim oldu deyə bir ittiham irəli sürürsünüz. Yox, itham deyil. Əslində baxanda bu mənim yanaşmam deyil. Azərqaz İstehsalat Birliyi. Gəlin bu yanaşmaya münasibət öyrənək. Force major halla üzləşdi və dərhal bütün rəhbəri heyətdən tutmuş mütəxəssislərimiz, aidiyyəti qurumlarının rəhbərlərinə, işçilərinə, əməkdaşlarına qədər hamı səfərbər oldu. Yəni bayram günü qaz ala bilməyən abonentlər necə narahat edirsə, ondan bir 10 dəfə artıq Azərqaz İstehsalat Birliyinin əməkdaşları, mütəxəssisləri narahat edir. Təbii ki, buna heç bir... Əlbəttə. Yəni, amma buna təslim oldu deyə bir şey yox. Təbii ki, gəlin məsələyə belə baxaq. Təbii ki, eyni böhran təslim olsaydı və günün növbəti günün ikinci yarısında... Eyni böhran Azərqaz işçilərinin, bəlkə də özlərinin də, valideynlərinin də evlərində yaşandı. Mən demirəm ki, Azərqaz buna büyanə qaldı. Amma ola bilsin terminoloji olaraq siz onu biraz qəbul eləmədiniz. Təslim olmaq